Hər kəsə salam. Yenə Temu bağlaması açıram. Deməli, bu səfər atam üçün eynək sifariş vermişdik. Qara rəngli qablaşdırılmada gəlib. Markanı tanımıram. Qablaşdırılması çox qəşəng idi. İçində silmək üçün olan, yəni camını silmək üçün olan bezi də var. İçindən bu şəkildə çıxır. Çərçivəsi metaldır, amma şüşəsi şüşə deyil. Yəni ya plastikdir, ya da bilmirəm, başqa materialdandır, amma qəşəngdir. Daha sonra civciv sarısı rəngində balaca belə tulum zakaz vermişəm. Təbii ki, özüm üçün deyil, daim qızı üçündür. 6 yaşındadır. Kiçik olacağını düşünmüşdüm, amma biraz hətta böyük oldu. Razmeri yaxşı oldu, yəni məncə qəşəngdir, bəyəndim bunu. Daha sonra özüm üçün, qış üçün kisə almışam. Ələ geyinmə formadadır, əlcək formadadır. Burada əlimə taxıb göstərirəm. Bu şəkildə, bilmirəm bunu niyə göstərirəm. Yenə deməli mama üçün paltardon sifariş vermişdik. Həm şəkildə görünəndən daha qısa oldu, həm də razmeri biraz balaca oldu. Qəşəng paltardır, amma olmadığı üçün geri qaytaracağım yəqin ki, məcburən. Sonra özüm üçün yenə bədən losyonu almışam. Manqolu, şaftalı, başqa bir də hobinim vardı məndə, amma bunları xoşlayıram, fərqli-fərqli olmaqlarını hər səfər. Bu da bayaq aldığım balaca tulum üçün olan, ona uyğun olsun deyə saç aksesuarıdır. Belə bir şeydir. Sonra yenə üz yumaq bantlarından almışam. Bu səfər yaşıl rəngdədir. Rəngləri fərqli olsun istəyirəm. Bir də atamın maşını üçün olan hava təmizləyicisi, həm də iyisi olan hava təmizləyicisi almışıq. Bunu bu şəkildədir. Altında yapışqanı var. Onu yəni açıb maşına yapışdırmaq üçündür. Mən burada iyi üçün olan istifadə olunacaq o əşyanı onun altına taxıram, amma əslində içinə taxılmalıdır. Səhv taxıram. Yəni içində onun üçün qoymaq üçün yeri var. Belə bu şəkildədir. Bir də bonus olaraq Möhnər xanımı veriblər bizə. Bu da bizim bonus hədiyyəmiz. Hələlik abunə olub bəyənməyi və yorum yazmağı unutmayın. Hələlik.